Salam. Bugün birlikdə ümumiyyətlə bəşəriyyət tarixində olan siyasi ideologiyalara baxış edəcəyik və ilk olaraq liberalizmlə başlayacağıq. Niyə məhz liberalizm və niyə bu ideologiya öz varlığını sürdürür, bunu irəliləyən dəqiqələrdə anlayacaqsınız. Ümumiyyətlə, liberalizm sözünün kökü Latınca liber sözündən gəlir və mənası azad deməkdir. Ümumiyyətlə, fundamental olaraq biz bildirə bilərik ki, liberalizm fərdin azadlıqlarını, hüquqlarını hər şeydən, xüsusilə də fərdin yaşadığı qurumda həmin qurumun fərddən üstün olduğu ideologiyasını, yəni qurumun boğucu baskısından qoruyur. Liberalların bəs yaxşı bu ümumiyyətlə tez dilə gətirdiyi azadlıq anlayışı nədir? Ümumiyyətlə liberalizm üçün azadlıq fərdin başqalarının hüquqlarına zərər vermədən və öz həyatını öz istədiyi kimi quraraqdan, öz seçimlərini etməkdən yaşama prosesidir. Yəni budur. Bu ideologiya görə ümumiyyətlə hər bir insan doğulduğu andan etibarən toxunulmaz, bölünməz və ayrılmaz fərdi hüquqlara sahibdir və bu hüquqlar heç bir qurum, dövlət, cəmiyyət tərəfindən insan əlinə alına bilməz. Liberal düşüncə budur. Ümumiyyətlə yaxşı, bəs belə bir sistem varsa deyək, onda burada dövlətin rolu nədir? Onda hər kəs azad yaşasın, dövlətə ehtiyac qalmasın. Xeyr, burada belə deyil. Ümumiyyətlə, çünki belə bir məsələ var ki, dövlətlər ümumiyyətlə fərdlərin üzərində dayanan, onlara nə etməli olduğunu diktə edən bir quruluş deyildir. Bir ağa deyildir. Əksinə, liberalizmə görə, yəni ümumiyyətlə dövlət sadəcə fərdlərin hüququnu qorumaqla vəzifəli olan tərəfsiz bir hakimdir. Yəni ədalətli olmalıdır dövlət və şərait yaratmalıdır. Ümumiyyətlə bu hakimin fəaliyyətini tənzimləyən ən böyük güc isə ümumiyyətlə qanunun aliliyidir. Yəni qanun aliliyi o deməkdir ki, yəni ölkəni idarə edən şəxs və ya şəxslər, qurumlar və ölkədə sadəcə olaraq vətəndaşları bərabərdirlər. Qanun qarşısında hamısı bərabərdir. Və qanunlar ümumiyyətlə azadlığı məhdudlaşdırmaq üçün olmamalı, əksinə onu digər insanların və yaxud da digər dövlətlərin, digər rəqiblərin həmin azadlıqlarının mərhum edilməsindən qorumalıdır. Yəni təcavüzlərdən qorumalıdır. Ümumiyyətlə bununla yanaşı da fərdi azadlığın ən böyük maddi təməli liberalizmə görə özəl mülkiyyətdir. Ki hansı ki sosializmdə özəl mülkiyyət tamamilə ləğv edilmişdir. Ümumiyyətlə, öz öməyinin bəhrəsinə səbəb ola bilməyən şəxs, öz mülkünü qoruya bilməyən şəxs öz azadlığına sahib deyil. Ya bu normal bir şeydir. Məsələn, deyək ki, bizdə hər birimizin cihazı var, telefonu var və s. var. Və bu telefon əlimizdədir. Lakin biz onu qoruya bilmirik. Yəni tutalım, gəlir biri istifadə edir, onu istifadə edir və s. istifadə edir. Bu nə dərəcədə məntiqlidir? Ki, liberalizm dövründə nəzərə alaq ki, özəl mülkiyyət olaraq anlayışı təkcə bundan asılı deyildi. Evdən, mülkdən, hətta ailədən söhbət gedir. Belədir ki, var. Yəni məsələn, bəzi antiliberal düşüncələrdə qadınların ortaq istifadəsindən də söhbət gedirdi. Bəzi dırnaqarası utopik düşüncələrdə ki, əslində öz-özünə distopiyadır. Və bu da məhz həmin özəl mülkiyyət üzərində sözün keçə bilməsi, özəl mülkiyyət üzərində tam təyinatlı hüququn ola bilməsi məhz liberalizmə aiddir. Ümumiyyətlə, liberalizmlə demokratiya anlayışları da bir-birlərinə qarşıdırılan bir şeydir. Demokratik quruluş mütləq şəkildə liberaldır demək doğru deyil. Çünki ümumiyyətlə çox mühüm bir fərq var. Demokratiya mahiyyətcə çoxluğun hakimiyyətindən bəhs edir. Yəni mahiyyət etibarilə deyək ki, bir məsələdə səs verilir və 51% razıdırsa, 49% razı deyilsə, mütləq demokratiyada 51%-in dediyi söz keçərlidir və 49%-in fikirləri nəzərə alınmır. Yəni, bu isə nə dərəcədə ədalətlidir? Belə olduğu zaman belə bir termin ortaya çıxır, çoxluğun diktaturası. Və deyək ki, bu yəni bu liberalizm olmadığına görə asanlıqla bir diktaturaya çevrilə bilər. Həmçinin də ümumiyyətlə liberalizmlə öyrəndiyimiz zaman bizim əsas 4 sual var ki, onu da 4 sualla cavabı verilir. Ümumiyyətlə birincisi budur ki, insan niyə azad olmalıdır? Bu elə olmayaq da azad, arılar kimi, qarışqalar kimi stabil bir sistem üzərində işləyək. İnsan azad olmalıdır. Bunu liberalizm bunu izah edir ki, çünki hər bir insan şuurlu varlıqdır və öz həyatının ən yaxşı ekspertidir. Yəni heç bir kollektiv və yaxud
dövlət, yaxud cəmiyyət ya bir fərdə deyə bilməz ki, sənin üçün nə xeyirlidir, nə xeyirsiz. Yəni bu müəyyən edə bilməz. Məsələn, əslində biz baxanda liberal cəmiyyətlərdə ailə quruluşlarının bu qədər deyək ki, yüngül ipdən asılı olmasının əsas səbəbi də xüsusən də yetkinlik yaşına çatdıqdan sonra əməkdaşlar arasında demək olar ki, məsələn, uzaq dost kimi yanaşılmalara, əgər hər kəs öz həyatına davam edirsə, bu səbəbdəndir ki, yəni liberalizmdə heç kəs gəlib səni yönəldə bilməz. Yəni məsələn, sən mənim böyük qardaşımsa, həmin böyük qardaşımın yoluna get. Xeyr, hər kəsin öz yolu var. Your world, your rules. Bu bir anlayış var. Adı nədir? Liberalizmdə və bu bəzi mahiyyət etibarilə liberalizmə görə yaxşıdır, bəzi mahiyyət etibarilə pisdir. Yəni bu tam olaraq nisbət söhbətindən, yəni nisbi olan bir məsələdir. İkinci bir sual gəlir. Dövlətin sərhədi nə qədər olmalıdır? Liberalizmdə ümumiyyətlə dövlətin idarə etdiyi bir sərhəd var. Və o sərhədlərə qədər olmalıdır. Yəni liberalizmə görə sərhəd budur ki, dövlətin sərhədi onun olmalıdır ki, fərdin fərdi azadlığı başladığı yerdə bitməlidir dövlətin sərhədi. Məsələn, dövlət gəlib səni məcbur şəkildə səs verməyə apara bilməz. Yaxud dövlət gəlib səni məcbur şəkildə falan şey elətdirə bilməz. Yəni sənin azadlıqlarını tapdalaya bilməz. Yəni sən günahsızsansa təbii ki də. Əgər bu azadlıqlar ki, azadlığın nə olduğunu da biz burada dediyimiz kimi o anlayışdan da asılıdır. Bunlar tapdalanarsa o zaman bu dövlətin sərhədi aşdığını bildirməkdir. Üçüncüsü isə ümumiyyətlə iqtisadi azadlıqlar. Çünki liberalizmin əslində biz indi nə qədər gözəl səslənsə də indiki halda bəziləri üçün liberalizmin əsas məqsədi iqtisadiyyatdır. İqtisadi azadlıq budur ki, ümumiyyətlə dövlətin bazara və ya qiymətlərə müdaxilə etmədiyi, fərdlərin ümumiyyətlə sərbəst bir şəkildə istehsalat və ticarət və istehlak edə bildiyi azad rəqabət mühitidir. Liberalizm bundan ibarətdir. Və dördüncü bir məsələ var ki, liberalizm niyə var? Ümumiyyətlə liberalizm var olmasının səbəbi liberalizm ümumiyyətlə qərbdən çıxmış bir şeydir və bu qərbdən çıxdığını necə başa düşürük? Çünki yəni liberalizm əslində indiyə qədər dediyi bir çox şeylər şərq dövlətçiliyinə, xüsusən də şərq cəmiyyətlərinə qətiyyən uyğun deyil. Qətiyyən uyğun deyil. Yəni hətta məsələn deyək ki, liberal düşüncəni mənimsəməyə çalışan, ən azından iqtisadi yönümdə mənimsəməyə çalışan biz göstərə bilərik nümunə kimi Cənubi Koreya, Yaponiya, Sinqapur kimi ölkələr, yəni Tayvan kimi ölkələr, yəni müəyyən bir müddət liberalizmin təsiri olan ölkələr belə, yəni tam şəkildə o düşüncədən, yəni şərq düşüncəsini tərk eləyə bilmir ki, onlar üçün xeyirli olan da, yəni özlərinə görə budur. Yəni hər kəs qərb düşüncəsində olacaq deyə bir qərb mərkəzlilik edə bilmərik. Və liberalizmin yaranma səbəbi də buydu ki, insanlığın ümumiyyətlə orta əsrlərin qaranlığından, kilsənin ehkamlarından, feodal zülmündən və mütləqiyyətçi kralların zülmündən xilas etmək üçün, yəni fərdə bir nəfəs aldırmaq üçün tarixi bizə yaranıb. Yəni əslində insanlar çox bir zaman İslamın despotizmindən və sairəsindən bəhs edirlər, amma gəlin reallığa baxaq. 12-ci əsrdə İslamla xristianlıq arasında bir şey qoyduğumuz zaman İslamın çox azad olduğu düşüncəsi ilə xristianlar İslamı kafir deyə adlandırmışdılar. Yəni təkcə yəni yeni bir səmavi din olduğunu bildirməsi səbəbindən deyil. Yəni xüsusən də katolik kilsəsi hətta yəni evin içərisində belə var idi katolik kilsəsi. Məsələn, insanları bu cür sıxırdılar. Katolik kilsəsinin sıxması, yəni insanları çinməyə qoymurdular. Ən basitindən. Və bu gün məsələn Avropaya gedənlər bilir, ümumiyyətlə Avropada bəzi yerlərdə necə qoxular gəlir. Və yaxud məsələn bu gün Avropada və Amerikada xüsusən də ümumiyyətlə bəzi ölkədə çoxlu deyək ki biz çoxlu problemlər və s. görür. Onlara da pişiklərə qarşı olan düşüncələrdən və s. görür. Yəni bu günə qədər həmin orta əsrlərin qaranlığı, kilsə qaranlığı, feodal zülmünün qaranlığı Avropada özünü göstərir. Və Avropa bu liberalizmlə bir cür özünü maskalayıb. Yəni ki, zəncir əslində liberalizm zənciri buraxılmış buğadır. Yəni tam olaraq bundan ibarətdir. Yəni Avropa birdən-birə olmadı təbii ki də bu proses, amma liberalizm indi faktiki olaraq Avropada əsas faktual və punktual deyək ki ideologiyadır. Bu ideologiya bugünkü fəaliyyəti bundan ibarətdir. Ümumiyyətlə liberalizmin dediyimiz kimi gəlin dedik ki birdən-birə olmadı. Yaranma tarixini nəzərə yetirək. Liberalizmin yaranma tarixi ümumiyyətlə bir gecədə ortaya çıxmış bir məsələ deyil.
və böyük tarixi mərhələlər və həmçinin də bir sıra qanlı inqilablar ucbatından deyək ki, və bu sıçrayışlarla ortaya çıxıb. Ümumiyyətlə qərb inqilabı, şərq isə mütəmadi təkamülü sevir. Yəni şərqdə sən birdən-birə keçə bilməzsən. Məsələn, bu düşüncə əslində biz gəlin özümüzdən nümunə götürək. Məsələn, şərq ölkələri, xüsusən də postsovet ölkələrində belə bir düşüncə var ki, xüsusən də Mərkəzi Asiya və deyək ki, Qafqaz ölkələri bir problem olduqları zaman onlar bildirirlər ki, biz 30 ildir ki varıq hələ. Yəni 30 ildə azadlıqdan çıxmışıq və yaxud neçə ildə azadlıqdan çıxmışıq. Yəni bu elədiyimiz bizim üçün yetərlidir və buna da şükür. Buna da şükür anlayışı əslində İslamla bağlı bir şey deyil. Bu əslində şərq dövlətçiliyi anlayışı ilə bağlı bir şeydir. Yəni əlimizdə olana da şükür. Yəni bu anlayış var bizdə. Lakin qərbdə isə belə bir düşüncə yoxdur. Qərb deyir ki, artıq 30 il keçib və qərb dözmür. Dözümsüzdür qərb şərqə baxanda. Və qərb buna görə də problemi həll etmək üçün daim şəkildə stressdə saxlayır hər şeyi. Və məhz bu ideologiya ucbatından da inqilablara gətirib çıxardır. Və əslində bu stresi, qərb yönümlü stres, sırf biz dediyimiz kimi eyni şəkildə də digər ölkələrdə görə bilirik. Yəni krallıqlar və sairələrdə bu aşağı zümrənin göstərdiyi stresi, eyni stresi güzgü effekti ilə onlara qarşı əks etdirir. Və bu da nə edir? Nəticə etibarilə gətirib bir inqilaba çıxardır. Və inqilabın varlığı isə təbii ki də başlı başına bir problemdir. İlk başlarda. Daha sonrası uğurlu alınarsa, yenə də bir problemdir. İnqilab özlüyündə sıçrayış vəd edən, özlüyündə inkişaf vəd edən bir proses olsa da, çox ağır itkilər ucbatından ortaya çıxır və utduqdan sonra müəyyən bir boşluq hissi də gətirə bilir. Ümumiyyətlə, liberalizm üçün hər şey başlayır 17-18-ci əsrlərdə maarifçilik dövründə başladı. Ümumiyyətlə, bu dövrdə elmin, insan ağlının dindən və deyək ki, kör təşəbbüskarlardan və köhnə adət-ənənələrdən üstün olduğu bəyan edilir. Və ümumiyyətlə, insanlar artıq hər şeyi sorğulamağa başladılar. Və bu intellektual oyanış ümumiyyətlə cəmiyyəti qul kimi saxlayan feodalizmə qarşı bir çıxışa çevrildi. Yəni torpağa bağlı olan kəndi və hər şeyə sahib olan aristokratiya sistemi artıq deyək ki, vaxtını doldurmuşdu. Dediyimiz kimi o stres çarxı dolmuşdu. Çünki aşağı da stres edirdi, yuxarı da stres edirdi. Yəni 17-18-ci əsrlərə qədər daim tərəflər bir-birlərinin əslində döyüşüblər. Bir sıra üsyanlar olub. Yəni bir sıra proseslər olub. Yəni bu zədəganlardan öncə kilsənin deyək ki, artıq təsirini itirməsi məsələsi də var. Yəni bu da təsir edir. Və ümumiyyətlə bu da yeni yüksələn bir qrup olur ki, bu tacir və sahibkar sinifi, yəni burjuaziya qrupu olur və bu qrupda azad şəkildə hərəkət etmək istəyir, sərhədlərdən keçmək istəyir və ticarət qurmaq istəyir. Yəni əslində bu şəxslərin planı budur ki, icazə verin, ticarətimizi eləyək. Yəni tutalım ki, Almaniyada Düsseldorfla, Dresden arasında bir münasibətdə pozuqluq var. Yəni bunlar deyir ki, bir problem var. Bu problemi görür tərəflər və deyir mən sənə mal satmıram, o da deyir mən sənə mal satıram. Ən loru dildə deyək. Tərəflər küsürlər bir-birlərinə. Amma tərəflərin içərisindəki olan ticarətçilərə zərər dəyir. Onlar da deyir ki, kişi, bu sizin bu şəxsi ailə məsələsidir də, yəni bu ölkələr bir-birlərinə qarşı bir proses olmayıb axı burada. Qoyun biz malımızı sataq, icazə verin. Yəni bu ticarətçilər dövlətin hegemoniyasından xoşlanmırdılar ki, düşünürlər ki, məntiqsizdir. Yəni, çünki bunların da tək məqsədi ticarət idi ilk başlarda təbii ki də. Ümumiyyətlə bu tarixi mərhələni ən mühüm şəkildə idarə edən məsələsi təbii ki də sənaye inqilabı oldu. Ümumiyyətlə fabriklərin qurulması, kütləvi istehsalın başlaması və insanların ümumiyyətlə şəhərə axışması kapitalizmin inkişafını sürətləndirdi və yeni kapitalist dünyası köhnə feodal qaydalar ilə idarə oluna bilməzdi. Burada sərbəst hərəkət edən bir işçi qüvvə olmalı idi, azad bazar olmalı idi. Mütləq şəkildə bu olmalı idi. Çünki yenə dediyim kimi Dresden'dən, Düsseldorfdan olan iki ailənin arasındakı dava ucbatından tərəflərin bir-birinə məhsul sata bilməməsi kapitalizmdə bağışlanan bir şey deyil. Yəni deyirdilər, bunlar demirdilər ki,
adı nədir ki, hə yaxşı sizə uyğunlaşan. Kapitalizmdə belə bir məsələ var ki, əgər problem varsa onu kökündən həll edir. Yəni Düsseldorfla Dresden ailələrinin bir-birlərinə dava etməsi gətirib kapitalizm dövründə nəyə çıxaracaqdı? Hər iki ailənin mənfinə çıxaracaq. Necə ki, Ağ və Al Qızılgül müharibələrində gətirib Tudorları başa çıxartdılar. Yəni bu da eyni bir proses olacaqdı. Ümumiyyətlə xronologiyada liberalizmin yolunu açan bir-iki hadisə var. Dediyimiz kimi bu stres məsələsində söhbət gedir. Bunlardan birincisi hələ 1215-ci ildə hazırlanmış Magna Carta, yəni Böyük Azadlıqlar Xartiyası idi ki, burada ümumiyyətlə bəşəri tarixində ilk dəfə olaraq ümumiyyətlə kralın mütləq səlahiyyətləri qanunla məhdudlaşdırılır burada. Və ilk dəfə olaraq deyək ki, burada hüquq kraldan üstün olduğu göstərilir. Baxın, bu tərəflərin bir-birindən apardığı stres idi. Yəni 1215-ci ilə qədər kral da çox güclü qətliamlar, çox güclü deyək ki, aclıq və s. ilə xalqı boğuşdurmuşdu. Və xalq da eyni şəkildə çox güclü üsyanları, çox qanlı etirazlarla gətirib çıxarmışdı və bu kral və xalq arasındakı orta təbəqə də var təbii ki də. Yəni zədəgan təbəqəsindən söhbət gedir və də ki, əsgər təbəqəsi və s. təbəqələr. Bu təbəqələr də müəyyən bir ortaq kəsişməyə nəticə etibarilə əslində nə krala zərər dəydi, yəni nə də ki, xalqa zərər dəydi və həmçinin də həm krala zərər dəydi, həm də xalqa zərər dəydi. Baxın, belə bir dilema baş verdi, amma nəticə etibarilə bu da liberalizmin köklərini atdığı bir proses olur. Və ümumiyyətlə daha sonra isə 1776-cı ildə okean o tayında təbii ki də Amerika inqilabı baş verdi. Ümumiyyətlə Amerikalılar İngiltərə müstəmləkəçiliyinə qarşı üsyan edirlər, müstəqillik bəyanatını qəbul edirlər və o hadisə ki, təkcə bir dövlətin yaranması deyildi. Dünyada ilk dəfə tamamilə liberal prinsiplər və insan hüquqları və hakimiyyət bölgüsü üzərində qurulmuş bir sistemin doğuşu idi. Dünyada heç vaxt, yəni müasir bildiyimiz indi çağdaş dövrün əsas məsələsi olan liberal dövlət quruluşu olmamışdı ABŞ-a qədər. ABŞ həm liberal idi, həm kapitalist idi, həm də demokratik idi və həm hakimiyyət bölgüsü, həm insan hüquqlarını tam olaraq deyək ki, o dövrün biz nəzərə alaq. Təbii ki də ABŞ süddən çıxmış ağ qaşıq deyil. Gələcək bölümlərimizdə ABŞ-ın problemlərindən bəhs edəcək. Lakin o dövrdə baxanda, Britaniya aristokratiyasının özünü necə aparmasına baxanda, fransızların çörək yoxdursa şirniyyat yesinlər deyişlərinə baxanda, Rus kralının deyək ki, İsveç müharibəsində uduzduğuna görə ölmüş əsgərlərinə İsveç paltarları tikdirib geyindirməsinə baxanda, Amerika Birləşmiş Ştatları o dövr üçün həqiqətən də dırnaq arasında cənnət idi. Xüsusən də insan hüquqları üçün. Məhz bu proses var idi. Təbii ki də bundan bir neçə il sonra isə bu inqilab gətirib çıxarır 1789-cu ildə ən böyük inqilablardan birini və ən qanlı və ən düşündürücü inqilablardan biri Fransız inqilabını partladır. Azadlıq, bərabərlik və qardaşlıq anlayışları ilə ümumiyyətlə ayağa qalxmış olan fransız xalqı mütləq monarxiyanı devirirlər. Və inqilabın ümumiyyətlə ən böyük töhfəsi isə insan və vətəndaş hüquqlarının bəyannaməsi olur. Və bu bəyannamə ümumiyyətlə bütün insanların azad və bərabər doğulduğunu və dövlətin əsas funksiyasının bu hüquqların qorumaq olduğunu bütün dünyaya elan edir. Təbii ki də gələcək proseslərdə bunların nə dərəcədə kağız üzərində qaldığını biz görürük. Ki, yəni Fransız inqilabı əslində terrorizmin də doğuşudur bir tərəfdən. Lakin sənəd üzərində də olsa liberal prinsiplərin başlanğıcı məhz buradan gəlir. Ümumiyyətlə liberalizm haqqında təbii ki düşüncələr var idi. Əsas bir neçə filosofların fikirləri var idi ki, onlara da bəhs etməsək olmaz. Ümumiyyətlə liberalizmin binasını inşa edən böyük mütəfəkkirlər və filosoflar iki əsas mərhələdə qruplaşdıra bilər. Ümumiyyətlə onların irəli sürdüyü ideyalar bu gün də qlobal siyasətin, çünki bilirsiniz ki, qlobal siyasətdə Avropa, ABŞ kimi faktorlar və bayaq dediyimiz kimi Yaponiya olsun, Koreya olsun, yəni kilit faktorlarda məhz bu liberal prinsiplər özünün rolunu daşıyır və hətta baxmayaraq ki, Rusiya belə hər nə qədər yəni prinsipləri fərqli olsa da müəyyən qədər liberalizm rusların özündə də var. Çünki ruslar ticarət etməyi sevirlər. Ümumiyyətlə birinci mərhələ liberalizmin klassik təməllərinin qoyulmasının dövrüdür və bu dövrün ən zirvəsində liberalizmin atası sayılan təbii ki də John Locke dayanır. Locke ümumiyyətlə insanın doğularkən heç bir dövlətə borclu olmadığını və onun təbii vəziyyətdə dövlət yaranmazdan əvvəl tam azad olduğunu müdafiə edirdi. Və onun nəzəriyyəsinə görə belə idi ki, yəni hər bir fərd Tanrı tərəfindən verilmiş deyək ki, təbii hüquqlara sahibdir və bu hüquqlar 3 dənə əsas qızıl sütundan ibarətdir.
Həyat, azadlıq və mülkiyyət. Locke qeyd edir ki, ümumiyyətlə insanlar bu təbii hüquqları daha təhlükəsiz, sistemli şəkildə qorumaq üçün öz aralarında bir sosial müqavilə bağlayaraq dövləti idarə etməyə gətiriblər. Əgər dövlət bu müqaviləyə xəyanət edirsə, yəni fərdin həyatını, azadlığını və mülkiyyətini qəsb etməyə başlayırsa, xalqın həmin hökuməti devirmək və həmçinin də özünə yeni hökumət qurmaq legitim hüququ var. Gördünüzmü? Bu proses əslində Fransız inqilabı və həmçinin də Amerikan inqilabının tam olaraq təməlini təşkil edir. Yəni bu proses tam olaraq bundan ibarətdir. Ki, yəni dediyimiz kimi, bu ictimai müqavilə səbəbindən ictimai müqaviləyə dövlət qarşı çıxarsa, anlayaq ki, xalqın da qarşı çıxma hüququ var və bu da əslində liberal prinsiplərdən irəli gələn bir məsələdir. Ümumiyyətlə Locke'un açdığı bu yoldan bir digər Fransız mütəfəkkir fikri oldu, Montesquieu'nun fikirləri. Ümumiyyətlə o hakimiyyətin bir adamı və ya bir qrupun əlində cəmləşməsinin mütləq şəkildə diktaturaya və zülmə yol açacağını görürdü. Və ümumiyyətlə o belə düşünürdü və buna qarşı ümumiyyətlə hakimiyyət bölgüsü prinsipini irəli sürdü. Ki hansı ki bu gün bir sıra demokratik ölkələrdə, məsələn deyək ki, Almaniyası olsun, İngiltərəsi olsun, Azərbaycan olsun, Türkiyəsi olsun, Amerika Birləşmiş Ştatları olsun, bu ölkələrdə hakimiyyət bölgüsü prinsipi var. Və Montesquieu'ya görə dövlət daxilində 3 böyük güc, yəni qanunları çıxaran qanunverici orqan, yəni parlament, milli məclis, qanunları icra edən icra edici orqan, Nazirlər Kabineti olsun, prezident aparatı olsun, hökumət olsun və qanunları pozanları canlandıran məhkəmə orqanı, Konstitusiya Məhkəməsi olsun, Anayasa Məhkəməsi olsun, Apellyasiya Məhkəməsi olsun. Bu orqanların üçü də bir-birlərindən tamamilə müstəqil şəkildə, bir-birlərindən tamamilə tarazlayacaq şəkildə qurulmalıdır. Və bu gün ümumiyyətlə modern demokratik ölkələr bayaq da dediyimiz kimi tam olaraq konstitusiyalar məhz bu prinsipdən əsasən ortaya çıxır. Ümumiyyətlə iqtisadiyyat cəbhəsində isə ümumiyyətlə səhnəyə biz deyə bilərik ki, bir Şotlandiyalı iqtisadçı var, Adam Smith, o çıxır. O özü məşhur əsərində Millətlərin Sərvəti kitabında bildirir ki, ümumiyyətlə liberalizmin iqtisadi manifestini yazır. O ümumiyyətlə sübut edir ki, dövlət iqtisadiyyata, qiymətlərə, idxal və ixraca qarışmamalıdır və ümumiyyətlə sərbəst bazar mühitində hər bir fərd sadəcə öz şəxsi mənfəəti, öz qazancı üçün çalışarkən bazarın daxili görünməz mexanizmi, yəni görünməz əl, invisible hand cəmiyyətin ümumi rifahını, bolluğu və keyfiyyəti öz-özünə ən mükəmməl səviyyədə qaldıracaqdır. Əslində Adam Smith'in fikri ilk başlarda belə idi ki, çoxlar tərəfindən də yenilikçi və maraqlı qəbul edildi. Amma bilirsiniz ki, belə prinsipin baş verməsi üçün etibar olmalıdır. Etibar. Yəni bazarda qarşılıqlı etibar olmalıdır. Mütləq şəkildə liberalizm belə bir proses. Yəni təsəvvür elə deyirsən ki, bazarı buraxaq başlı-başına. Həm onlar özlərini riqrok eləyəcəklər. Adına ki, loru dildə desək. Bu necə mümkün ola bilər? Mümkün deyil belə bir proses. Yəni kimin əlinə 5 manat düşsə, dırnaq arasında təbii ki də 5 manat, çalışacaq ki, o 1 manat olanı əssin, daha da genişləsin və bu nəyə gətirib çıxarır? İnhisarlaşmaya gətirib çıxardır ki, məhz Adam Smith'in qəbul etdiyi bu prinsipləri özü üçün əsas tutan liberal ölkələr gələcəkdə olacaq dünya iqtisadi böhranlarının əsas təməlləri bundan atılır. Yəni deyirlər ki, qardaş, buraxın bazarı, bazarda kim nə istəyir, hamı şərlənsin. Tamam, bu gözəl səslənə bilər. Tamam, bu yenilikçi ola bilər. Tamam, monarxiyaların qoyduğu sərt rejimlər və s.dən sonra belə, yəni başa bilirsiniz nə var? Dövlət heç bir şey eləyə bilməz demək. Yəni o dövrün düşüncəsində olaraq Avropalıların düşüncəsi də ki, bəzi o iqtisadi baskı altında qalanların düşüncəsi görə gözəl səslənə bilər. Amma dövləti tamamilə iqtisadiyyatdan deyək ki, yəni çıxartmağın mənası nədir? Bu nə dərəcədə doğrudur? Təbii ki, doğru deyil. Və təbii ki də Adam Smith'in bu prinsipləri gələcəkdəki dünya iqtisadi böhranlarına gətirib çıxardır. Və biz bunları gələcək bölümlərimizdə müzakirə edəcəyik. İkinci mərhələdə isə ümumiyyətlə liberal düşüncə daha da yetkinləşir və deyək ki, yeni suallara cavablar axtarılırdı. Və bu dövrün ümumiyyətlə ən parlaq siması John Stuart Mill idi. Ümumiyyətlə o azadlıq haqqında On Liberty əsərində belə bir fikir və ifadə azadlığının səhhətlərini araşdırırdı. Yəni hər kəs çıxıb öz təyini eləyə bilməz yəni məsələn. Məsələn necə deyək, yəni mən bu gün keyfim belə istəyir, mən lüt çıxıram küçəyə gəzirəm özüm üçün. Sən azad ola bilərsən, amma bunu eləyə bilməzsən.
Bunu edə bilməsən niyə? Çünki əxlaqi olaraq düzgün deyil. Yəni doğru dildədirsə, cəmaatın anası, bacısı, eləlikdə də atası, qardaşı var. Yəni ailə var, ümumi insan prinsiplərinə uyğun deyil bu prinsiplər. Bəs yaxşı, onda azadlıq nədir? Azadlığın sərhədi hardadır? Azadlıq ümumiyyətlə lazımdırmı? Bu kimi suallara John Stuart Mill qeyd edirdi ki, bütöv bir cəmiyyət eyni fikirdə olsa belə, yalnız bir nəfər fərqli düşünsə belə, cəmiyyət o tək insanı susturmağa zərrə qədər haqqı yoxdur. Yəni Mill fərdi azadlıq çərçivəsində onun məşhur zərər prinsipi ilə müəyyən edir. Yəni ümumiyyətlə fərd öz bədəni, ruhu və fikirləri üzərində mütləq suverendir. Və onun azadlığı yalnız və yalnız başqasına birbaşa maddi və fiziki zərər verdiyi andan etməyə məhdudlaşdırıla bilər. Baxın burada zərər verir. Yəni məsələn birinin dediyim kimi ən belə də bayağı yolla deyək, birinin çılpaq şəkildə küçəyə çıxması, yəni çılpaq dediyim tamamilə çılpaqdan söhbət gedir. Başqasının azadlığına təhqirdir. Yəni necə? O başqası da çılpaq şəkildə çıxa bilər, azad olduğunu iddia bilər, amma o bunu eləmir, çünki müəyyən bir qəbul edilmiş prinsiplərdir. Necə ki bazarda Adam Smith'in düşündüyü görünməz əl prinsipi kimi. Və məhz bu prinsip ucbatından bəli insan azad ola bilər, yəni liberallara görə, bəli istədiyi eləyə bilərsən, amma sənin istədiyin düşüncə başqasının azadlığına işğal eləyirsə, yəni başqasının azadlığına təhlükə yaradırsa, o zaman sən bunu eləyə bilməzsən. Tamam? Və bu da əslində məntiq etibarilə elə də pis məntiq deyil. Nə tam şəkildə sərhəd qoyur, nə də tam şəkildə sərhədləri açıq buraxır. Tam olaraq o incə xətti tuzdurmağı bacaran bir cümlədir. Ümumiyyətlə bunu daha yaxşı anlamaq üçün biz Thomas Hobbe'a müraciət edə bilərik. Doğrudur, Thomas Hobbes müqayisə edə bilərik, daha doğrusu deyə bilərik. Hobbes heç bir halda liberal deyildi. Amma onun dövlət anlayışında liberalizmin dərk edilməsi üçün mühüm bir orqamentlər var idi ki, Hobbes ümumiyyətlə qeyd edirdi ki, dövlət olmadan əvvəlki təbii vəziyyətdə insan canavarı idi və bu haqlı bir düşüncə idi. Yəni hamıya qarşı müharibəsi mövcud idi. Və bu xaotik ölüm idi və bundan qaçmaq üçün insanlar öz azadlıqlarını mütləq və qorxunc bir hökmdara, yəni Leviathan adlı dövlətə təslim etməlidirlər. Və ümumiyyətlə liberallar xüsusilə də ümumiyyətlə Locke-a qarşı, yəni bu ideyaya qarşı çıxaraq bildirdilər ki, ümumiyyətlə insanlar dövləti qurarkən azadlıqlarını ona təslim etmirlər. Sadəcə o azadlıqları qorumaq üçün dövlətlə müqaviləli muzlu işçi kimi işə götürürlər. Yəni düşünür ki, liberal, dövlət mənim işçimdir ki, mənim azadlığımı qoyur. Amma Locke düşünür ki, siz bədbəxtsiz və siz dövlətə möhtacsınız. Çünki sizi başlı başına buraxsaz, nə edərsiniz? Bir-birinizi yeyərsiniz. Ona görə də bir dənə ağa, bir dənə ağsaqqal lazımdır ki, Leviathan lazımdır. Səhv etmirəmsə əjdaha deməkdir. Həmin əjdaha sizi başınıza nə etsin? Bizim dilimizdəki olan o qılınc müsəlmanı sözü var. Bəli, qılınc müsəlmanı anlayışı ingilislərdə, qərblərdə təbii ki, bunlar oxumuş adamlar deməyəcəklər qılınc müsəlmanı. Amma bunlar nə deyirlər? Leviathan deyirlər. Deyirlər ki, biz qalsa bir-birimizi yeyəcəyik, batıracağıq, nə edəcəyik? Ona görə bizə bir dənə ağsaqqal lazımdır. Qorxunc bir hökmdar lazımdır ki, heç kəs bunun sözündən keçməsin, nə etməsin? O da olsun Leviathan. Əslinə baxanda Locke-un dediyi düşüncə daha məntiqlidir, yoxsa liberalların dediyi düşüncə daha məntiqlidir? Bu təbii ki, sizin özünüzdən asılı qalan fikirdir. Və ümumiyyətlə həmçinin digər tərəfdən də bəziləri var idi. Məsələn, Jean-Jacques Rousseau var idi. Xalq suverenliyi ideyasına əsas götürürdü ki, ümumiyyətlə hakimiyyətin kökünün krallarda deyil, xalqın özündə olduğunu vurğulayırdı. Ümumiyyətlə Locke Rousseau isə deyək ki, ümumi iradə anlayışını müdafiə edirdi ki, ümumiyyətlə bu fərdi deyil, kollektivliyi üstün tuturdu və fərdi azadlığın ümumi çoxluğun iradəsinə tabe etdiyi üçün liberallar tərəfindən ümumiyyətlə heç bir zaman tam da xoş qarşılanan bir şey deyil. Dediyimiz kimi liberalizmdə bunlar mühüm məsələlər idi. Digər bölümlərdə biz liberalizmin əsas prinsiplərinə, liberalizmin qollarına, ümumiyyətlə liberalizmin digər ideologiyalarla müqayisəsinə, liberalizmin tənqidlərinə və müasir liberalizmə, həmçinin də praktiki olaraq liberalizmə müraciət edəcəyik. Bu günlük hələlik liberalizm haqqında birinci bölümümüzün sonuna çatdıq. Bu qədər.